Cevabımız C variantıdır. Extreme usage of plastic may have detrimental impacts on surroundings. Plastikdən həddən artıq istifadə ətrafdakılara zərərli təsir göstərə bilər. Cavabımız C variantıdır. 29-da landfill, zibil, litter, close meaning deyir. Yaxın mənalı sözü tapmalıyıq. Təbii ki, litter. Və sonuncu 30-cu sualımız. Which ending cannot fill the given sentences? Hansı deməli cümlə sonluq ola bilməz? One of the ways to protect the environment, ətraf mühiti qorumağın yollarından biri, to melt some of the plastic products and produce new things, plastikləri əridərək yeni məhsullar hazırlamaqla biz ətraf mühiti təbii ki də qoruya bilmərik. Cavabımız D variantıdır. Beləliklə 30 sualın 30'unu da izah elədim. İzlədiyiniz üçün təşəkkür edirəm.